Elə oradan çıxıb başqa yerdə analiz verməyə getdik. Mən dözə bilmədiyim üçün içəri nənəsi keçdi. Oğlumun ağlamağı, mənim o an yaşadığım hisslər izah olunası deyil. Analizi verdik, bəs dedilər ki, bir həftəyə çıxacaq nəticə. Mən isə artıq bu bir həftənin necə keçəcəyini düşünürdüm və ağlaya-ağlaya o xəstəliyi araşdırırdım. Oxuduqlarım yaşadığımdan daha da qorxulu idi. Sanki dərmanı olmayan bir dərd kimi. Allah heç kimi dərmansız dərdlə sınamasın. Onsuz da həyatda heç nəyin qarantisi yoxdur. Amma biri də var ki, bunu bilə-bilə yaşamaq. Gecə boyu araşdırdım. Yazırdılar ki, əgər ikinci analizdə müsbət çıxsa, ən dəqiqi tər testidir. Tərdən götürülür və nəticə 100% olur. Mən onsuz da takıntılı biriyəm. Düşündüm ki, hətta ikinci analizin nəticəsi mənfi çıxsa belə, mən yenidən tər testi verəcəm. Səhərin açılmasını gözlədik. Bir Allah bilir ki, o gecə necə keçdi. Vaxt keçmək bilmirdi. Səhər tezdən getdik tər testi verməyə. Uşağı aparata taxırlar, tərlədib tər yığırlar. Sonra da o təri başqa bir aparata taxıb yoxlayırlar. Çox ağırlı bir prosedur deyil, elə də uzun çəkmir. Amma o nəticəni gözləmək həyatımın ən uzun dəqiqələri idi. Və çox şükür ki, hər şey tərtəmiz çıxdı. Həyatımda bəlkə də heç vaxt o qədər sevinməmişdim. Sonra topuq testinin ikinci nəticəsi də mənfi gəldi və rahatladım. Amma həkimlə bağlı bir şey demək istəmirəm. Allah özü bilsin. Çünki yeni doğum etmiş bir anaya uşağı ilə bağlı ən pis ehtimalı deyib, heç bir izah vermədi. Tər testi haqqında məlumatı belə mən özüm internetdən araşdırıb öyrənmişdim. Heç soruşmurdu ki, uşaqda hər hansı bir göstərici varmı? Halbuki heç bir kliniki əlaməti yox idi. Həmin dönəmdə mənim yaşadığım hadisələrdən sadəcə birinin part 2-si idi.